Şəki təkcə mədəniyyəti və təbiəti ilə deyil, həm də özünə məxsus sənət ənənələri ilə tanınır. Bu diyarın torpağından yoğrulan gil yerli sənətkarların əlində bədii dəyər qazanır. Biz Şəkidə Abad mərkəzindəyik və bu qapının arxasında sözün əsl mənasında nağıllar aləmi canlanmaqdadır. Mərkəzin emalatxanasında gildən dekorativ sənət nümunələri hazırlanır. Ocaq daşları, kiremitlər, su qabları, təndir hissələri, saxsı güldanlar və s. Şəkidə qədim duluzçuluq ənənələri bu gün də yaşadılır, həm də müasir dövrün tələblərinə uyğun şəkildə yenilənir. Keramikaçı rəssamlar indi gil barelyeflər üzərində işləyirlər. Gildən hazırlanan baryeleflər divar səthinə işlənilən həcmli təsvirlərdir. 20-ci əsrin 70-ci 80-ci illərində Azərbaycanın istirahət parklarında, istirahət güşələrində geniş istifadə olunan bu baryeleflər sonradan unudulur, lakin 21-ci əsrin 3-cü 10 illiyində artıq bu sənət yenidən qayıtmaqdadır. Şəkinin parklarında gil barelyeflərin bir neçə nümunəsi var. Tezliklə daha biri, Şəkinin tarixi hissəsinin barelyefi də qədim şəhər bəzəyəcək. Abad mərkəzində çalışan Asim Abbasov bu baryefin üzərində 2 aydır çalışır. Yaxın günlərdə tam hazır olacaq. Bu iş 4 metr 30 sant, hardasa 4 metr ölçüsündədir və bu işdə Şəkinin yuxarı baş hissəsinin və yuxarı baş hissəsində olan tarixi memarlıq abidələrinin, dar küçələrinin maraqlı mənzərələrini barelyef şəklində hazırlamağa çalışmışıq. Baryefin ideyası isə Abadın emalatxanasında hazırlanan və Şəkinin tarixi ərazilərini əks etdirən başqa dekorativ sənət nümunəsindən götürülüb. Elə burada da Şəkinin tarixi abidələri, evləri əks olunmuşdur. Şəkiyə məxsus olan balkonlar, pilləkənlər, kiremitlər, daş evlər, bütün memarlığa məxsus olan işləri də burada cəmləmişəm. Həmçinin tarixi abidələri, Kişalban məbədidir, Karvansaradır, bütün tarix körpülərimizdir, hamısı burada əks olunmuşdur. Elə yeni işimizdə də bunun daha açılışını, divar üçün olan bir variantını panno şəklində əks etdirməyə çalışmışıq. Şəkillərin yumor ruhu baryefdə də özünü göstərəcək. Şəki şəhərinin yuxarı baş memarlıq qoruğunu təsvir edən yeni baryefdə Şəki şəhərinin tarixi abidələri ilə yanaşı, həm də onlarla belə xırda Şəki sakinləri də hazırlanıb və onlar müxtəlif eyvanlarda bax beləcə qoyulacaq. Artıq yekunlaşmaqda olan baryef qədim Şəkinin yayını əks etdirir. Amma keramikaçı rəssamlar gələcəkdə gildən şəhərin digər fəsillərə uyğun baryeflərini də hazırlamağı planlaşdırırlar. Əli Səmədov, İbrahim Mustafayev, ASTV Xəbər.